Salamlayıram değerli ve hörmətli media tamaşaçıları. Dünyamız gözəldir və gözəl olduğu qədər də imperatiflərlə dolu, qonaq evini özündə ehtiva edir ki, hər bir insan da boşluqlarla dolu bu maddi dünyaya göz açaraq qonaq evində yaşamağa başlayır ki, həmin evdə həmin insan nəzakətli olmalı, ədəb qaydalarına riayət etməli və yaşadığı mühit ərzində bütün borclarını verdikdən sonra öz məkanına mükəmməl olaraq, əbədi olaraq qayıtmalıdır. Amma biz dünyaya baxanda, cəmiyyətə baxanda görürük ki, bəşəriyyət silkelənir, insan insana qənim kəsilir, insan insanın qanını tökür, təhqir edir. Təbii ki, bu biosfer adlanan mühitin tərkibində fauna olaraq ən vəhşi heyvan öz növünə qarşı insanın insana etdiyi zülümləri etmir. Belə ki, insanla insanın toqquşması başlanğıc olaraq onun beyninin, zəkasının qaranlıq mühitində baş verir ki, əvvəlcə dillərlə şikəst edir, sonra da əllərlə məhvə məhkum edir. Təbii ki, bu proseslərdən əvvəl axı bizim düşüncələrimiz vardır. Düşüncələr toqquşur. Çox təəssüflər olsun ki, söhbət bunu biz qəbul edə bilmirik və biz qəbul etmirik. Necə olur ki, bir insan ədaləti taplayaraq ona haqq donu geydirməkdən ötürü törətməyini əxlaqın ayırt etmə anlayışı ilə izah etməyə çalışır. Demək bu, söhbət burada bu insanın əxlaqından gedir. Əxlaqsa belə insanlar üçün bəzəkli paltarın geyinib çıxarılmasından başqa bir şey deyildir. Məşhur Alman filosofu Nietzsche yazır ki, əxlaq zəifləyin geyim paltarıdır. Eyni zamanda bu əxlaqın özünün də tərkibində altruizm vardır ki, bu da həmin insanın falsifikasiyalardan istifadə edərək özünün olmadığı elementləri özündə hiss edib insanlara tərtib etməkdən başqa bir şey deyildir. Belə ki, bu proseslərin gedişində istənilən bir cəmiyyətdə ədalət prinsipi pozularaq, bunu həmin insanlar mənəvi baxımdan ədalətli bir cəmiyyət üzvü kimi insanlara təqdim eləməkdən ötürü altruizmdən istifadə edirlər. Bəs altruizm özü nədir? Altruizm insana aid olub, əxlaqın tamamilə mənfi elementlərini özündə əks etdirən bir gedişdir. Mənə bax, sən məni tanıyırsan mı? Sən bilirsən mən kiməm? Bax, belə bir-birinin gözünə toz üfürərək imperativ əsaslardan istifadə edirlər. Beləliklə, cəmiyyətimiz irəliyə getdikcə, belə falsifikasiyadan istifadə edən insanlar cəmiyyətdə müəyyən proseslərin gedişində haqsızlığa yol verdikləri halda cəmiyyət susur və sükuta qərq olurlar. Bu insan qarşısında olan insana özünə tabi etdirməyə çalışır. Sən mənimlə olmalısan, sən mənim yanımda olmalısan, sənin gəzdiyin insan yaxşı insan deyil, o haqqı pozan insandır və insan da onu dinləyir. Dinlədikcə vicdanının səsini deyil, ona ötürdüyü informasiyaları, mənfi emosiyaları qəbul edir. Qəbul etdiyi proseslərin gedişində saatına baxaraq, mənim ibadətimin vaxtıdır deyərək icazə alır, ibadət etməyə gedir. Bəs ibadət nədir? İbadət daxili mənanın özündə əks etdirən bir gedişdir ki, yorulmaz körpülərin yolcusunun körpüsüdür ibadət. Məhz o körpü o qədər nazik, o qədər həlimdir ki, o körpünün üstünə çıxanda Allahla insan arasında müəyyən bir əlaqə yaranır ki, daxili məna çünki maddiyyatdan ayrı deyil. Kölgə insandan ayrı olmadığı kimi, məhz bu daxili mənada insanın ibadətindən ayrı ola bilməz. Odur ki, hər birimizə, bütün cəmiyyətə gözəl, dəyərli, duyğularla dolu həyat arzulamaqla çox sağ olun.